Bizim növbəti dərsimiz 16 saylı mühasibə usulunun beynəlxalq standartları haqqında olacaq. Ümumiyyətlə 16 saylı beynəlxalq standartların, mühasibə usulunun beynəlxalq standartları nə deməkdir? 16 saylı mühasibə usulunun beynəlxalq standartları müəssisənin uzun müddətə istifadəsini nəzərdə tutduqları aktivlərin uçotun aparılmasını özündə əks etdirir. Yəni belə deyək, torpaq dişli avadanlıqlar, binaları, maşınları, bunların uçotun aparılmasını özündə əks etdirir. İlk olaraq bunun uzun müddət aktivlərinin ilkin dəyərinin yaranmasını özündə əks etdirir. Yəni ilkin dəyər, may dəyərin formalaşmasını özünə əks etdirir. Daha sonra bunun köhnəlmə prosesini biz bilirik ki, uyğunluq prinsipində deməli gəlirlər və xərclər bir-birinə uyğun olmalıdır. Əgər uzun müddətli aktivlər istifadə olunursa, müəssisənin satış və ya xidmətində əldə etdiyi gəlirdə istifadə olunursa, müəyyən burada öz faydasını ötürür istehsal olunan məhsulların və istifadə olunan xidmətin üzərinə və bunun özündə əks etdirir. Yəni düz xətt metodu, azalan qalğı metodu və istehsal vahidi metodundan. Bundan sonra isə uzun müddət aktivlərin tanınmadan sonra ölçülməsi var. Burada da iki metodu qarşımıza çıxır ki, ilkin dəyər modeli, bir də yenidən qiymətləndirmə modelidir. İlkin dəyər modelində ilkin dəyərdən köhnəlməni çıxaraq qalan balans dəyərinə uçotun aparılmasını göstərir, amma yenidən qiymətləndirmə modelində isə uzun müddət aktivlərin biz bilirik ki, zaman-zaman dəyərdən düşməsi və ya dəyərə minməsi baş verə bilər. Və onun dəyərdən düşməsini biz deməli bunun uçotunu digər məzmun gəlirlərdə aparırıq, yəni yenidən qiymətləndirmə artımında aparırıq. Çünki biz bunu bilirik ki, gəlir olaraq tanıya bilmərik. Amma azalmasını isə ehtiyatlıq prinsipinə görə biz mənfəət və zərər haqqında hesabatda xərc olaraq tanıyırıq. Bütün bu qeyd etdiklərim 16 saylı standartların əhatə dairəsində olan uzun müddət aktivlərin ölçülməsini özündə əks etdirir.